Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər və dinləyicilər. Mən hazıram layihəmin növbəti buraxılışı efirdədir. Gücün, azadlığın, ekstrem və cəsarətin yolunu seçən qadın motosikl dünyasının tanınan simalarından Natəvan xanım Xanməmmədlidir qonağımız. Xoş gəlmisiniz Natəvan xanım. Çox sağ olun, minnətdaram. Bu gün elə gözəl mövzu seçmişik və elə gözəl insan dəvət eləmişik və sizi burada görmək çox xoşdur bizim üçün. Mən sizi ilk dəfə görəndə dedim ki, qadın və motosikl fərqli bir və necə bilirik də siz bunları necə sevə-sevə bunu motosikl, baykı, sürət, ekstrem, bu adrenalin, bunları hardan, necə və nə cür gəldi? Bu gün biz bunları müzakirə edib və danışacağıq. Mən hazıram sualları verməyə. Siz cavab verməyə hazırsınız? Bəli. O zaman başlayaq. Natəvan xanım, ilk dəfə söylədiyim kimi, nədən, hardan belə yarandı bu sevgi, bu motosikla olan sevginiz? İlk dəfə mənim dayım gəlmişdi, mənim 5 yaşım olanda. Dayım gəlmişdi bizim həyətimizə, öz mototsiklın yav idi, qırmızı, indiyə kimi yadımdadır. Bir kruk məni sürdü. O vaxtdan mən mototsikla vuruldum. Qardaşım 11 yaş məndən böyükdür, 16 yaşında. Qardaşım valideynlərə dedi ki, mən mütləq mototsikl istəyirəm. Valideynlər dedi, qəti, bu olmaz, bu ölümdür. Mənim atam indiyə kimi 80 yaşı olacaq bu il. Allah can sağlığı versin, salamlayırıq. Atam dedi ki, yox, bu iki təkər üstündə ölüm. Heç vaxt bizə deyir, nə maşın istəyirəm, nə mototsikl istəyirəm, heç nə olmasın. Və qardaşım mənimlə biz mərcə girdik. Kim ilk mototsikl alacaq? Nə gözəl. Əlbəttə o alıb, çünki 11 yaş məndən böyükdür, məndən tez pul eləməyə başladı. Və ilk mototsiklımı skuter idi, balaca plasmas skuter. Qardaşım mənim üçün alıb 2004-cü ildə. Və 6 il mən bu skuterda bütün Bakı yollarında, Bakı kəndlərində gəzmişəm. O vaxt, indiyə kimi bizdə belə stereotip var ki, mototsikl sürən qaqaşdır. Hamı indiyə kimi yanacaqda, hər yerdə, svetoforda hamı deyir qaqaş mənə. Siz bu şlemi taxanda insan... Dəbilgə. Necə? Dəbilgə. Dəbilgə. Nə gözəl. Biz cəngavər kimiyik də. Bəli, dəbilgə. Doğrudan da insan, yəni şlem nəyə görə deyirik ki, yəni məndə heç vaxt olmayıb bu dəbilgə. Ona görə də biz adi bir şlemlər taxırıq, papaq kimi də. Ona görə biz onu artıq alışmışıq. Amma indi dəbilgə... İnsanların əksəri kaska deyir. Mən həmişə deyirəm, kaska fəhlədə olur. Bizdə mototsikl sürməkdə, at sürməkdə biz ancaq dəbilgə sözdən istifadə edirik. Nə gözəl, yəni təşəkkür edirəm bu sözü də mənə sözü söylədiniz. Natəvan xanım, niyə məhz qadın mototsikl klubuna qoşulmaq istədiniz? Yəni qeyd etdiyiniz kimi uşaqlıq arzunuz idi, dayınızın davam etdiricisiz demək olar və bu kluba, sırf qadın klubunda, mototsiklda niyə məhz davam elədiniz də bu sevgi, bu hər şey? Siz bilirsiniz nətər, mən uşaqlıqdan, cavanlıqdan mən heç bir cəmiyyətə qoşulmaq istəmirdim və heç bir loqotip özümdə taxmaq istəmirdim. Mən deyirdim ki, mən tək, mən özüm göstərməliyəm. Bu ilk dəfədir ki, bu klub bizim Queens Qadın Motoklubu 2020-ci ildə yaranıb. Evelyn Mustafa Abbas qızı onu ilk dəfə yaradıb və o Sabir Babayevin tələbəsidir. O MXC Motocross klubun nəzdində bizim ilk qadın motoklubumuz yarandı. Mən onu bilməmişəm.
Çünki bu privat klubudur. Hı Bu hı. artıq 30, 40, 50 yaşlı qadınlar, kim ki istəmir, bəlkə yüksək səviyyədə olan, vəzifə tutan, onlar istəmir ki, onların şəxsi həyata kimsə Söz belə. girişsin və onlar istəyirlər privat olsun. Hı hı. Ona görə bu klubdan səs çıxmayıb, indiyə kimi Tanınmayıb belə. tanınmayıb. Mən sadəcə Evelini çoxdan tanıyıram. O mənə bir gün deyib ki, gəl çay içək, biz də klubda biz çay içirik. Mən gəldim və mən gördüm orada çox yox, yəni hamı yox, amma 90% qadınlar azaddır. Yəni onlar artıq bütün yox, yəni çoxsu naillərə bu dünyada çatıb. Nə gözəl. Onlar sadəcə istəyir öz boş vaxtını rahatla keçirsin. Və nə gözəl. bu kimi insanlar məni elə əlbəttə bizdə gedən, gələn var, yəni kim gəlir, bizdə demokratiya yoxdur. Bizdə nizamnamə, prezidentin sözü bir olur. Ona görə prezident nə deyir, hamı əməl eləməlidir. Sözsüz, Hər kəsin doğrudur. öz vəzifəsi var, hər kəsin öz işləri var, öz məsuliyyətləri var. Doğru. Mən misal üçün təhlükəsizliyin başçısıyam. Yəni bütün yolda Klubunun klubunun təhlükəsizliyin başçısıyam. Nə gözəl. Bütün yolda olan problemlər, birinci bütün kolonnanı, nə qədər böyük olsa bizim kolonna, mən həmişə axırıncı yerdə gedirəm. Birinci yerdə gedir prezident və road kapitan. Road kapitan yol kapitanı. Yol kapitanı biz hara gedir, yəni uzaqlara gediriksə, yol kapitanı bizim üçün xəritə yaradır, marşrut yaradır. Harda qaldığımız, harda biz çay içəcəyik, harda biz yemək yeyəcəyik, hər şey və biz getməkdən qabaq yığışırıq. Road kapitan bizə hər şey başa salır ki, biz buradan çıxırıq. Hamı kolonnada hamı öz yerini bilir. Nə gözəl. Kim birinci, kim ikinci işarələr var. Biz prezident və mən həmişə bizdə dəbilqədə var. Qulaqçıq, hansı ki oradan dinləyirsiniz siz onu. Bir-birimizi danışırıq, yəni o Rasiya. qabaqda gedir, o arxanı tam görmür. Bəli, bəli. Elə olur ki, maşın girir içəri. Kolonnanızı ayırır, maşın girir, o soruşur, necədir, nədərdir. Elə olur, yəni yoldur da, yolda hər şey ola bilər. Düzdür. Elə olur ki, nəsə oldu, mən deyirəm, saxla, biz burada nəsə eləməliyik, müzakirə eləməliyik, nəsə oldu, düşdü, qaçdı. Elə olur ki, bizim bir üzvümüzün çantası düşdü. Mən gedirəm, o yaxşı bağlayıb, külək yandan külək elə vurmuşdu ki, çantası sallanıb, artıq düşərdi, bəlkə də dolaşardı təkərə. Bəli, Ona görə mən bəli. bu gördüm ki, təhlükəlidir. Mən saxladım kolonnanı ki, biz bunu düz elədik. Çünki orada sallanırdı. O bəlkə təkərə düşüb Bəli, avariyaya bəli. gətirə bilərdi. Baxın, qeyd etdiyiniz kimi burada təhlükədir. Burada əlbəttə ki, təhlükəsiz qaydalara, mütləq qaydalara riayət olunmalıdır və bunları sözsüz ki, maşın kimi də bu yol hərəkətlərini də bu mototsiklda hər kəs bilməlidir. Əlbəttə. Və siz bunlara hər şey necə nail oldunuz? Öyrəndiniz. Bu çox vaxt aparır və bu dərhal öyrənmək deyil. Bu bizim Bakımızın şəhərin yollarında rahat olmur, çünki tıxaclar olur. Baxmayaraq ki, bunlara görə bu və söylədiniz ki, o kluba daxil olanda siz orada rahatlıq gördünüz. Mən rahatlıq görə bilmirəm axı. Burada sırf həyəcan var, burada qorxu var, burada sürət, adrenalin var. O necə rahatlıq tapırsınız axı siz? Bilirsiniz niyə? Sən görürsən ki, sənin ətrafda sənin kimi, yəni mən həmişə oğlanlarla ünsiyyətdə idim və həmişə çünki qızlar harda yığışır, nəsə oturub danışır. Mənim üçün də qaçmaq, tullamaq, dırmaşmaq ancaq oğlanlara qoşulurdum və mənim aikido ilə məşğul oldum, at sürməklə məşğul oldum. Yəni mən hara gedirdim, aikidoda mən ilk qara kəmər, Qafqazda ilk qadın qara kəmər 2006-cı ildə oldum. At üstündə qızlar sözün düzü qızlar indi oğlanlardan çoxdur. O vaxt
Bəli, bilmirəm oğlanlar niyə at sürməyə qorxur, amma bizdə Amma mənim çox istəyim var. Mən çox istəyirəm ki, atı da çapmağı öyrənim və heç olmasa onun üzərində bir harası yürüyüş edə də bilim. Yəni çapa da bilməsəm yürüyüş etməyi çox istəyərdim. Amma siz düzgün deyirsiniz. Yəni indi hal-hazırda qadınlar da ancaq və mən alqışlayıram sizi. Həqiqətən də siz bir nümunə bir qadınsınız ki, hansı ki aikido, at çapmaq üzrə, mototsikl, hansı ki heç bir qadın windsurfing. First və Amerikada oxuyanda windsurfingdən məşğul oldum. Çox Bəli. xoşuma gəldi. Elə bildim Bakıda yoxdur. Amma gələndə gördüm ki, onu sevənlər var və qəşəng oğlanlar, 2 oğlan, qəşəng bir windsurfing Baku klub açıb. Mən onlara tez-tez gedirəm yayda. nə gözəl. Onlar yaxşı, çox təcrübəli. Onlar da öyrədir. Mən sadəcə sürməyə gedirəm çünki mən artıq bilirəm. Amma onlar qəşəng öyrədir və çox yaxşı. Onlar windsurfingdən başqa, yəni bütün su üstündə nə gedir, Bəli, Subboard, o da çox çətindir. O da hər çox- şey onlar öyrədir. Harda çətin peşə varsa siz hamısını Çətin yox, Həqiqətən- mən çətinlik görmürəm, maraqlı. Əslində düz deyirsiniz. Bu sevsəz və sevib yanaşsaz, orada çətinlik olmur. Mən bir ara siz dediyiniz kimi skuter deyirsiniz ki, skuter qardaşım alıb hədiyyə vermişdi. Mən skutera hətta belə ürək edib minmirdim. Amma indi o qədər skutera həvəsim yaranıb ki, mən demək olar ki, işə skuterla gedib gəlirəm, velosipedlə gedib gəlirəm. Mənə elə bir ki, bu yolda sürmək, bu velosiped bu daha bir xoşdur. Hər yeri izləyirsən, görürsən, diqqətli olmalısan. Bu bir ən vacib məsələdir. Çünki maşında sənə maşın özü səni qoruyur. Burada da dəbilqədən, dizlikdən baxın, o heç nə dəbilqədən səni necə siz qorumur. onu görürsüz? Necə bunu diqqətli olursunuz? Həmişə deyirlər 300 sənin əgər boyun 360 dərəcə fırlana bilmirsə, sən mototsikl sürə bilməyəcəksən. o Çünki necə? sən bütün ətrafları görməlisən. Ondan əlavə sən bilirsiniz, indi yaxşılaşıb. Hamı istəyir bizim yollarımızı. Mən deyirəm 22 ildir ki, mən sürürəm 22 gündə. ildir. Maşallah. Və mən deyirəm ki, bizim yolda mədəniyyət çox yüksək səviyyəyə gedir. İnkişaf olub, Çox çox inkişaf gözəl. gedir. Çox, Çünki bilirsiniz, 2004-cü ildə maşın az olduğuna da bəli. heç kəs bu riayət eləmirdi. Heç kəs baxmırdı sola, sağa, Razıyam. dönməkdən. Nə göstərirdi? Sən artıq onun beyninə girməliydin ki, bilirdin ki, indi nə edəcək? Doğrudur. Və cavan idim o vaxtı və mərcə düşürdüm, yəni spora düşürdün. Mototsikldə belə olmaz. Sən gərək birinci özünə təhlükəsiz mühiti yaratmalısan və mən 2 dəfə avariyaya düşdüm. Yaxşı ki, özüm 90% sağ qaldım. Amma Keçmiş olsun. biraz axsayıram çünki mən Zədələmisiniz. dizim 2011-ci Baxın, ildən 2 bəri dəfə avariyaya düşmüsünüz və ondan sonra yenə də davam edirsiniz. mən axı bilirdim ki, mən niyə avariya düşdüm. Çünki mən spora girdim. Maşınla bir spora girdim, maşın da məni vurdu. Bu da cavanlıq. İndi mən bilirsiniz, mənim yoldaşım, keçmiş yoldaşım o mexanikdir. Moto mexanik. Və o bir gün mən görürdüm ki, mən gedirəm, 2 yük maşın gedir. Mən görürəm ki, onların arasında ara var. Amma onlar uzundur. Deyirəm ki, yoldur da. Buradan geçsəm, birdən onlar bir-birinə toqquşar, sıxacaq, məni orada öldürəcək. Deyirəm, yox, lütfü yandan gedim. Evə gəlirəm, buna deyirəm, təsəvvür et ki, mən biraz 5-10 il bundan qabaq olsa düz gedərdim. Deyirəm, niyə getmədim? Deyirəm, qocaldım. Deyir, yox, ağıllaşdın. Doğrudan da ağıllaşdım. Dedi ki, insan gərək 2 dəfə başı dəysin, avariya eləsin, ondan sonra da ağıllaşır. Həqiqətən də bəzi sürücülər də belədir. Yəni bilirsiniz necə ekstrem hərəkətlər edirlər. Bu çox təhlükəlidir. Ona görə də mənə elə gəlir ki, daha diqqətli, öz həyatınızı və digər həyatınızı qoruyun. Yəni bir şey yerə tələsirsinizsə, inanın ki, deməli nəsə var ki, siz tələsirsiniz. Ona görə nəsə var ki, siz çata bilmirsiniz. Ona görə heç vaxt tələsməyin.
Zaten geciksəz də, danlasalar da keçəcək, unudulacaq, keçiləcək. Ona görə Əlbəttə. Natavan xanım, Queens-in ən böyük fərqi nədir? Azərbaycanda ilk qadın klubudur. Yəni sırf qadınlardan ibarət bir klub. Ondan qabaq bizdə hardasa 40 klub var indiyə kimi, motosikl klubları. İlk olaraq sırf qadınlardan idarə heyəti, bütün üzvlər ancaq qadınlardır. Bir kişi yoxdur bizdə. Ona görə Queens. Baxın, Kişilər qoşulmaq istəyir. Hörmətli xanımlar, əgər sizin də istəyiniz varsa heç bir yaşa baxmır. Yəni siz istənilən vaxt əgər sevginiz və yaxud da hansısa bir marağınız varsa mütləq qoşulun bu komandanın. Çünki bu maraqlı və istedadlı xanımlar var orada ki, hansı ki sizə çox öyrədəcəklər, çox kömək edəcəklər. Yaş məhdudiyyəti yoxdur bildiyim qədər komanda. 18-dən. O sözsüz ki 18 plus, yəni hər bir yaşda yaxınlaşıb sizə müraciət edə bilərlər. Əlbəttə. İndi komandanız neçə nəfərdən ibarətdir? Bu məxfi saxlanılır. Aha. Mən sizə deyəcəm 20 plus. Tamam. Onlar hamısı, misal üçün, bir nəfər gəldi öyrənməyə xanım olaraq və o da istəyərdi ki, sizin kluba. Elə var ki, sürə bilirdi, gəldi, bizi Instagramda gördü ya da biz onu yolda gördük. Biz gedəndə, misal üçün, işıqforda saxlamışıq. O da belə çöndü, deyir, mən də qızım. Mən də açdı, dəbilgəni açdı, deyir, mən də qızım, mən sizə qoşulmaq istəyirəm. Biz deyir, gedək, bir yerdə çay içək, danışaq, sən nə fikirləşirsən, bizim siyasətimizə uyğundur. Sözsüz ki, komandanıza yoxsa uyğundur. elə olur, cavanlar gəlir, onlar da hər iş qaynar qazan, onlar deyir, yox. Bilirsiniz, kolonnada getmək çox təhlükəsiz və çox rahat, kədərlidir. Çünki yox, mən deməzdim, sən çox gözəldir. 60-80 elə də olmalıdır ki, sən həmişə düz getməlisən. Cavan qız gəlir, edir. Sizin yaşınızı yadınıza salırsınız. Bəli. Deyir, mən axı sürmək istəyirəm. Mən axı ora, bura. Biri gəlib, belə sürürdü. Biz saxladıq, ona başa saldıq ki, sən kolonna, sən hamı üçün təhlükə yaradırsan. Bizdə təzə sürənlər var. Misal üçün bizdə bir xanım var, o 2 ay sürmüşdü, amma çox cəsarət xanımdır. 2 ay sürmüşdü. Biz bir Şamaxıya gedirik. Biz hər il çalışırıq ki, bu il sadəcə forum belə, hər il çalışırıq ki, iyunun əvvəli, mayın axırı, iyunun əvvəli mənim ad günümə, niyə mənim ad günümə düşür? Çox sağ. Biz bizim yeni yetmələrimizi Şamaxıya aparırıq. Çünki ən yaxındır, 100 kilometr, bir dənə aşırım var balaca və yaxın düz yol. Və 2 ay sürmüşdü, bizə gəlib qoşulub, biz deyirik Şamaxıya gedirik. Bəlkə sən getmirsən, yəni təzəsən, deyir, yox, mən gedəcəm. Görünmür dəbilgədə, deyir, mən ağlaya-ağlaya getmişəm. Amma deyir, mən istədim ki, o maşın sürür, neçə il, 20 il maşın sürür. Amma külək, o deyir, mən motosikl 40 gedirəm, elə bilirəm maşında 150 gedirəm. Çünki külək vurur, hiss eləyirsən onu. Ona görə deyir, mən ağlamışam, amma mən gedirdim, deyirəm, mən niyə, hamı gedir, mən niyə yolda qalım, mən niyə geridə qalım? Sonra biz deyirik, ondan sonra biz deyirik, sən artıq sürürsən, sən artıq deyə bilmirsən ki, mən təzə gəlmişəm, mən sürə bilmirəm, mən qorxuram, nədənsə. Ona görə elə olur ki, özündən keçməlisən, yəni özünün qorxusunu keçməlisən, hər şey yaşamalısan. Və bu, bilirsiniz nətər, bu dopamin, ondan yaranan dopamin bu. O heç bir bu Instagramda oturub videodan baxdan müqayisə eləmək olmur. Canlı bunu hiss etmək, bunu yaşamaq, bu sözsüz ki. Bunu çatmaq. Sən deyirsən ki, mən ora gedəcəm, sən ora gedib çatırsan. Bəli, bu nailiyyətdir. Hamı elə sevinir. Mən onlara baxıram. Mən də özüm sevirəm. Mən bilirsiniz nətər günorta mən gedirəm. İş dalınca ora, bura, bu iş kimi gedirsən.
Axşam mən də çıxıram sürməyə. Deyirlər ki, sən bu gün Bakı elə olur ki, bir günə Bakı ətrafında 100 kilometr gedir fırlanıram. Bakının içində. Yorulmursunuz? Hələ axşam da Həzz gedirsiniz almıram. sürməyə. Və axşam da gedirəm, deyirəm mən həzz almamışam. Deyirəm mən bu probkada bunları keçmək, bunları çox xoşlayıram belə maşınların arasında belə keçmək. Amma bu yorulur da. Bu insan yorulur çünki sən iş dalınca gedirsən, sən nəsə. Belə qəşəng sürmək, axşamlar çıxırsan, özün üçün sürürsən ya da kim ki sənə qoşulur, bir yerdə gedirsiniz. Bu çox, bilirsiniz nədir? Bu həm terapiyadır. Psixoloji cəhətdən bütün adrenalin sənin bütün pis duyğuları, bütün fikirləri yuyur aparır. Sən bu windsurfing də belə. Windsurfing nə vaxt sən ona plane deyirlər də, bu özü su üstündən gedir. Amma elə sürət yığırsansa, bu sudan qalxır. Suda elə bil ki sən uçursan. Bir dənə suda onun arxa hissəsi qalır, kil. Suda qalır ki, sən onu biraz idarə eləyə bilirsən. Və sən bu uçmağa, planingə çıxırsansa, səndə artıq külək qurtarır səndə. Çünki sən küləklə eyni sürətlə gedirsən. Sən külək eşitmirsən. Sən sadəcə bu elə bir ki, nirvanadır, nədir? Onu yaşayırsan, bu elə sevincdir, sevincli ki, bütün sənin ömründə olan problemlər, onlar elə xırda görünür. Sən deyirsən ki, mən oturub kədərli olmuşam buna görə. Onlar heç nədir. Bu həyat, bu kainat elə böyükdür. Sanki siz ölümlə üz-üzə gəlirsiniz. O anda olur ki, misal üçün düşünürsən ki, indi misal üçün Allah eləməsin öləcəm. Amma sonra da deyirsən ki, bizim həqiqətən də bu xırda bir problemlərimizi biz necə böyük çeviririk, qloballaşdırırıq. Axı dəyməz. 2 saniyə ömür. Yəni sən anadan olmaqdan mən dünən Facebookda oxudum. Bir qız yazır, mən 2001-ci ildə anadan olmuşam. Və demək istəyirəm ki, mənim uşaqlarım, deyirəm 2001-də anadan olan uşaq var. Onlar heç məktəbə getməyib. Mən ağlıma girmir ki, bu yeni 21-ci əsrin 1/4 hissəsi уже getdi. Bəli. Biz hələ ki o vaxtlar yaşayırıq, qalmışıq. Natəman xanım, bax ilk dəfə mototsiklda, o skuter bir yana, mototsikl oturanda nə hisslər yaşadınız? Bilirsiniz, bu adla eynidir. Ad sadəcə ad yaşayış, ad enerjisi sənə gedir, sən özünü bir böyük 4 ayaqlı törəmə kimi hiss eləyirsən, kentavr kimi. Yəni sən adla, mən də müasir cavanları görürəm ki, onlar ata minəndə özünə qulaqçıq taxır, nəsə musiqi qoyur, gedir. Mən deyirəm, siz onu başa düşmürsünüz ki, ad sizinlə həmişə danışır. O öz kanalı var. Sən bu kanalı tutan kimi hiss etməlisən. Sən onu hiss edirsən və sən onu bundan idarə edirsən. Sən əllə, ayaqla idarə eləmirsən onu. Sən onunla bir şey avatar yoxdur. Onlar belə toxuşur. Bu avatar kimi niyə at çapmaq, bəlkə sürət çox deyil, 30 km, 40 km saatda ən böyük sürət atda yığmaq olar. Amma bu enerji sənə verən bir söz nədir? Mənim atım da var idi. Mənim yanımda autizm, bu iflic uşaqları gətirirlər. Bizdə Cıdır meydanında bir həkim var idi. Çox heyf ki 40 yaşında rəhmətə gedib. O həmişə ölənizə rəhmət. O həmişə deyirdi ki, ipoterapiya, yəni at terapiyası səndən asılı deyil. Sən ancaq bu uşağı ata otuzdur və at özü hər şey biləcək. Eləməyi biləcək. Mən buna inanmamışam. Deyirəm, mən axı nəsə eləməliyim. Deyir, yox, at onu sağaldır. At ona kömək eləyir. Niyə? Birinci, atın hissiyatı, ürəyi. Fizikadan danışaq. Mənim ilk ali təhsilim fizikadır. Ona görə atın ürəyi çox böyükdür. Amma bizim sağlam ürəyimizdən eyni dərəcədə döyünür. Ona görə onun vibrasiyalar gedir və kim atın üstünə minir, bütün bu sağlam vibrasiyaya gedir. Birinci sənin ürəyin döyüntüsü normal vəziyyətə salır.
Wow, nə Ona gözəl. görə nevroz, nə bilim belə atın üstündə hər şey keçir. İnsanın stres olanda. Çünki bu döymə elə bil ki, təbii, sənə təbii gəlir. İkincisi, bilirsiniz nədir? Mənim atım, vaxt var idi, biz ekskursiyaya gəlirdi, biz atla mən onlara bir balaca mühazirə oxuyurdum, interaktiv deyirdim ki, şəkil göstərirdim, bu atın ilk informaları itə oxşayırdı, belə çox balaca bir törəmə idi. 30 milyon il bundan qabaq. Mən onlara göstərirdim, deyirəm, hələ göstərmirdim, deyirəm, sizcə at bu formadan olan qabaq nə boyda idi? Göstərin. Onlar göstərirdilər. Mən sonra göstərirdim, deyirəm, it boyda idi. Sonra barmaqları göstərirdim ki, əvvəl it kimi 4-5 barmaq üstündə gəzirdi. Sonra göründü ki, nə qədər az barmaq var, o qədər tez qaçmaq olar. Başqa heyvanlarda 2 barmaq qalıb, inəklərdə, atlarda, eşəklərdə 1 barmaq qaldı. Onlar 1 barmaq üzərində qazır və bu dırnaqdır. Dırnaq sadəcə şişib, belə çox böyük olub və bu dırnağa biz nal vururuq. Onlar sadəcə 1 barmaq üzərində qalır. Onların bütün əl qalıb hələ ki. Bu barmaqlar onu sadəcə inkişaf eləmir. Bir balaca sümüklər kimi qalır. Kömək üçün, amma bir barmaq. Amma 1 barmaqdır. Əslində siz ata baxırsınız, siz o elə bil ki 1 barmaqda yeriyir. Uşaqlar çox maraqlı idi bura. Yəni mən maraqlı faktlar tapırdım. Siz indi də danışırsınız, mən bilmədiyim faktlardır. Sonra gəlirdik, mən istəmirdim ki, onlar gəlir, at minsin, düşsün, getsin. Mən istəyirdim ki, birinci at 38 dərəcədir. Siz onu toxunursunuz, bu istilik gəlir sizə. Sonra onun belə qəşəng bir dəri var, belə çox yumşaqdır. Siz onu belə eləyirsiniz, o artıq sizə... Amma baxın, at da hissiyatlı olur bəzi vaxt və əlbəttə. İnsanı hiss eləyir. Bəzi vaxt nalı ilə vura bilər, böyük ayağı ilə, bəzi vaxt... Atın öz xasiyyətləri olur, insanların kimi. Baxın, orada da ehtiyatla davranmaq lazımdır. Əlbəttə. İlk olaraq ata necə yaxınlaşmaq lazımdır ki, aqressiv yanaşmasın? Aqressiv yox, siz birinci ata yaxınlaşanda atın yiyəsi ya da ata baxan mehdər o sizə başa salmalıdır ki, o ancaq sizə sakit atın yanına aparmalıdır ilk dəfə. Çünki vəhşi atlar elə olur ki, ancaq bir nəfər onların yanına gələ bilir. Onların yiyəsi onu da sürdürə bilir. Amma ata təhlükəsizlik qaydalar elədir. Qabaqdan ata yaxınlaşmaq olmaz. Birinci bilirsiniz, at niyə belə? O çox böyükdür. 500 kiloqram, 1 ton olur. Və o çox qorxulu heyvandır. Çünki o ovdur. Yəni ona ov edirdilər. Bütün bu pələng, aslan, onlar hamı gedir, onu yeyirdi. Ona görə at bu günə kimi yaşayıb, sağ qalıb. Çünki nəsə qorxaq varsa, qaçmalıdır. Bəli. Ya da görür ki, qaça bilmir, hamısını döyməlidir. Ətrafını belə döyməlidir. Ona görə birinci atı qorxutmaq olmaz. İkincisi, qabaqdan gəlirsə, o dişləyə bilər və bilirsiniz nədir? At 360 dərəcə görür. Çünki gözlər buradadır. Sən ona minəndə, sən elə bilirsən ki, at qabağa baxır. O çox qəşəng səni görür. Ətraf mühitini görür. Elə yaxşı, biz kimi yaxşı yox, amma normal görür. Yəni dəqiq yox. O ona nəsə dəqiq görmək istəyir, o başını fırladır, düz 2 gözlə baxır. Bir istiqamətdə baxır. Amma belə 360 dərəcə. Atın üstünə nə eləyirsən, əlini eləyirsən, şey eləyirsən, hər şey görür. Bir şey görmür, burun altında. Gözlər bu tərəfdədir. Ona görə o ayaqla istəməzdi vura bilər. Çünki o orada görmür, sənin ayağın hardadır, onun ayağın hardadır. Milçə gəldi, dişlədi, ayağını belə sürtdü, vurdu. Ona görə qabaqdan yaxınlaşmaq olmaz. Arxadan da onun ən böyük silahdır. 2 arxa ayağı. Aslanı öldürür. 1-2 ayaqla vursa, düz düşsə, yəni aslan ikisi də düz düşsə, aslan ölür. Pələng də ölər,
Pələng yox, pələng biraz böyükdür, amma Nə gözəl aslanı faktlardır. ona görə maraqlı. insanı bir saniyə məhv edir. Ona görə arxadan bir yaxşılıq varsa at yana vura bilmir, ancaq arxaya. Arxaya vurur. Ata ancaq yandan yaxınlaşmaq olar, özdə başa yaxın ayaqlara, qabaq ayaqlarına yanan. Çünki arxadan o çox tez çönə bilər. O arxasını bir saniyə içində çönə bilər ki, sən vursa. O bilir ki, yana vura bilmir. Ayağı yana işləmir. Ancaq arxaya işləyir. Və ancaq yaxından və məşqçi ilə ya da yiyəsin, yəni tək yaxınlaşmaq olmaz. Onlar qorxurlar. Bizdə Cıdır meydanında qəşəng bir dövlət idman məktəbi var. O pulsuzdur. Çünki əvvəl onlar 2000-ci illərin əvvəlində onlar onu pulla eləmək istədi. Amma görürlər ki, Gələn yoxdur. Gələn olsa da at gündə 6 kilo vələmir yeyir. Hər at. Ondan əlavə ot lazımdır. Ondan əlavə mehdər lazımdır. Onlara da maaş vermək lazımdır. Baytar lazımdır. Yəni görürlər ki, 1000 nəfər gəlməlidir ki, bu atların pulunu ödənilsin. Ona görə dövlət balansına tam keçib. Nə gözəl, təşəkkür və edirəm. dövlət tərəfindən qorulur və bu həmişə pulsuz Nə olacaq. gözəl. Həmişə bilmirəm, həmişəlik bir şey yoxdur. Biz o qədər maraqlı mövzulara toxunuruq ki, mototsikldan ata, hər kəs hər bir şey eyniləşdirsək sürətdir. Yəni sürətə görə də çox maraqlıdır. Natavan xanım, mən sizə öz təşəkkürümü bildirirəm. Mən inanırsınız, zövq alıram bugünkü verilişdən. Natavan xanım, sizə ən çox deyilən stereotip hansı olub? Baykda? Bəli. Qaqaşdan başqa. Hamı mənə qaqaş deyir. Onlar indiyə kimi öyrəşməyib. Mən bir ara deyirdim, mənə oğlanlar qaqaş deyəndə, mən bir ara deyirdim ki, bəli bacı cavab verirdim. Sonra deyirəm, yox, mən onları elə bil ki, söyürəm. Ondan sonra sadəcə danışmağa başlayırsan, onlar hamı üzr istəyir, bağışlayın, mən görməmişəm ki, xanımdır. Amma hamı qaqaşdır, bu stereotip qaqaşdır. Hətta bilirsiniz, əlcəksiz sürmək olmaz. Amma yayda isti olur, baxmayaraq ki, dəridir. Yenə istəyirsən ki, isti olur. Biz rayona gedəndə mən deyirəm, mən əlcək çıxardım. Belə gedim, onlar mənim manikurumu görüb, mənə heç olmasa xanım desinlər. Yox, məncə, pamama onlar mənə gey kimi başa düşürlər, yenə qaqaş gəliblər deyiblər. Deyirlər, üstən manikür olsa da yenə kişi olmalıdır deyirəm, mototsikl üstündə. Görürsünüz, o qədər bu bayk adamı, mototsikl, hər kəs deyirlər ki, bu kişi idarə edicidir, güc lazımdır. Yəni bunu konfransda saxlamağa buna güc lazımdır axır. Bu siz amma siz sadəcə o üstünüzə, yəni durduğu yerdə üstünüzə yıxılanda əlbəttə mənim baykım 200 kilodur, elə olur 500 kiloluq baylar. Əlbəttə üstünə düşəcək. Amma sürəndə çox rahatdır. O rahatlıq üçün tarazlığı. Bilirsiniz, çox maraqlıdır, siz deyirsiniz bayk maşın kimidir sürmək, amma maşın kimi deyil. Yox. Yəni ki, demək istəyirəm ki, kişilər ki, rolun arxasında yenə də bizdə o vaxt 90-cı illərdə Volga çox belə ağırdı da. Ona görə də 4 təkər var. Bəli. Mototsiklda da məsəl üçün velosiped idarə edəndə də mən kiməsə nəsə öyrədəndə məsəl üçün velosipedi mən deyirəm ki, siz öz idarənizi düzgün saxlayın. İlk addımlarda birinci sizə güc lazım olacaq. Çünki siz bura yıxılanda buraya özünüzü çəkməlisiniz. Bura yıxılanda bu tərəfə çəkməlisiniz. Ona görə də ilk növbələrdə güc lazımdır. Və baxanda ona görə kişilər bacarıqlı olacaq. Ona görə balaca baykdan başlayırsansa, yüngül. Skuter məsəl üçün, moped. O yüngül olacaq. Yəni öyrənməkdən sonra əlbəttə elə var, böyük Harley var, sonra Honda Goldwing var, vəbşə deyirlər ki, bu mənim ayaqlarım çatmır yerə. Nəinki onu idarə eləyim. 2 litr motordur. Orada hər şey var. Kondisioner var, soyuducu var,
Bax, kondisioner demişkən də, bu istidə indi yay günləridir. İstidə siz necə idarə edirsiniz? Sürətdə yaxşıdır, amma Yəni hiss saxlayanda eləmirsiniz. yox. Ha, Amma saxlayanda gərək hər şey birdən özündən çıxartmalısan bəli, ki, bəli. tərləməyəsən. Bəli, bəli. İnsanların sizə baxışı sözsüz ki, illər ərzində dəyişib, düzdür? Və dəyişilən nə oldu? Yəni ki, sizi sözsüz ki, mən indi sizə qibtə edirəm ki, xanım olaraq siz motosikli sürürsüz. Amma ilk başlanğıc olanda çəkinirdiniz, yoxsa birdən məni kimsə görər ki, mən motosikl sürürəm, yoxsa Yox, mən bilirsiniz nətər, bəlkə mən hamı kimi yaşamamışam, hamı kimi Sözsüz, böyüməmişəm. bəli, siz- Ona görə bəlkə mənim anam mənə kömək elədi burada. Çünki o mənə deyirdi, heç nədən qorxma, heç kəsdən qorxma, heç kəsə fikir vermə. Mən bilirəm ki, sən ağıllısan, sən pis yerə getməzsən, pis mühitə düşməzsən, düşsən də çıxacaqsan oradan. Çox Bir mən gözəl. sənə inanıram və mən səni həmişə qoruyacağam. O mən indi öz qızıma da onu deyirəm. Mən deyirəm ki, heç kəsdən qorxma. Əlbəttə mənim böyük qardaşım o çox zərif insandır, çox incə. Mənim oğlum kimi, böyük oğlum kimi. Allah Amma saxlasın. qızım özümə oxşadı. Uşaqlıqda mənim anama söz gəlirdi, ancaq mənə görə, qardaşıma görə yox. Deyirdi ki, sizin qızınız mənim oğlumu döydü. Vay, vay, vay. Gündə 2 dəfə, 3 dəfə belə olurdu. Vay, vay, vay. Anam həmişə deyirdi, düz elədi. Əgər o döydü, orada Siz onun ki, cavab səbəbi var. qaytarmalısınız. Əlbəttə. Bəzi Və mənim anam utandırırdı. Bu oğlanların anaları utandırırdı ki, siz nə üzlə gəlmisiniz ki, deyirsiniz ki, mənim oğlumu sizin qızınız döydü. qızınız. Birincidir, bəlkə oğlunuz, deyir, mən öz qızımı bilirəm. O həmişə deyir mədəni və həmişə özünü apara bilir. Çünki mən onu özüm böyütmüşəm. Əgər görür ki, nəsə ədalətlilik ya da nəsə Düzgün olmadığı düzgün halda əlbəttə olmadan ki, o deyir cavabını qaytarırsınız. əsəbləşir və ona görə deyir düşür üstü. Düz edirsiniz, mən də razıyam. Natəma xanım. Yaşca mən artıq böyüdüm. Artıq Və dərk görürəm ki, elədiniz. artıq görürəm ki, bilirsiniz nətər, döyməkdən kömək eləmir. Yox, olmur. Elə olur ki, söz də keçmir. Keçmir. Düzdür, razıyam sizdən. Həmişə deyirlər ki, sükut qızıldır. Heç Ən vaxt gözəl. inanmamışam. Sadəcə 1 il, 2 il var ki, sadəcə heç nə demədən çıxıb gedirsən. Təəssüflər olsun, biz gec anlayırıq, amma ən gözəl rahatçılıq üçün, sizin öz rahatçılığınız üçün sükutdur. Bəzi vaxt susun və çəkinin qırağa. Elə söz gümüşdür, amma sükut qızıldır. Qızıldır, doğrudur. Mən çox istəyərdim ki, siz bizə danışasınız ki, sizin ən yadda qalan bu səfəriniz hansı olub? Əlbəttə Qarabağ. Qarabağ. Keçən il biz Çox- Qarabağa gedəndə Nə gözəl. mən dedim ki, mütləq road kapitan bizim üçün o yollara baxıb marşrutumuzu düzdü. Çünki yenə təzə gələnlər var idi. Bəli. Amma biz 3 günə 1000 kilometr yol keçmişik, cəhd eləmişik və o elə seçirdi ki, yeni təzə gələnlər çox həcələ çəkməsin, çox yorulmasın. Amma yenə hamı yorulub. Amma sevinclə, dəyər. Və mən o Xocalaya yol yox idi. Mən dedim ki, mən ora gedəndə mən Xocalaya getməliyəm. Mütləq. Və ona görə biz bir gün əlavə qaldıq ki, orada heyf ki, Əsgərana çatmamışıq, çünki orada vəbşi yolsuz idi. Xocalaya heç nəsə yol gedirdi, ora kimi hələ yol düzəltmədilər. Ancaq yük maşınlar gedirdilər və ciplər gedirdilər. Bizim üçün, misal üçün, mən dərə elə bilərdim, 1-2 nəfər elə bilər. Qalanlar da dedi ki, yox, biz bu yola getməyik, heç olmasa asfalt olsun. Pis, köhnə. Xocalıda, bilirsiniz, mənim ürəyim qalıb o vaxtdan və uşaqları orada görəndə mən sevindim. Öz uşaqlar, sizin bu komandanızda? Yox, orada Xocalıda olan, yəni getdim, orada uşaq gördüm. Yeni yetmə uşaqları, can, nə gözəl. Çox sevindim və yəni ürəyim elə bil ki, bərpa olundu.
Bizim vətənimizin tam bərpa olundu. Çox təşəkkür edirik bizim cənab prezidentimizə və həqiqətən də ora getmək, başqa bir oranı görüb hiss etmək tam başqa bir ab-havadır. Hə. Bilirsiniz nədir? Çox siz mənə deyirsiniz ki, cəsarət insansınız. Amma orada yaşayanlar, onlar Bakıdan ora gediblər, yəni şəhərdən ora gediblər. Orada şərait hələ yaxşı deyil. Yəni misal üçün Xankəndidə 1-2 mağaza var, 3 mağaza var. Sən gəlir ki, bir yaşayış məntəqəsindən o mağazaya gedib çatmalısan. Yəni görüntülü yerlər elə də çox yoxdur. Hər yerdə tikinti gedir, bu Əlbəttə ki, qazıntılar gedir, onlar qazıntılar, hamısı. orada sükut çox yerlərdə, yəni şəhərlərdə sükut yoxdur, Amma buna maşınlar gedir. baxmayaraq Onlara mən hamıya deyirdim ki, mən sizdən çox fəxr edirəm ki, siz birinci pionersiniz. Yəni siz ilk dəfə siz gəlmisiniz. Elə bil ki, o biri planetaya gedib o biri harasa İlk planeti görmək üçün. Çünki orada heç nə yoxdur. Bilirsiniz nətər? Elə yerlər keçmişik ki, hər şey gözəl olacaq. Oralar da çox gözəl olacaq. Mən çox sevindim. Mən bu Biz insanlar tez gedəcəyik biz onları orada qalıb və həzz almağa. Laçına çatdıq. Orada mağazaya giririk. Onlar belə baxır, deyir ki, burada kişilərdir, bura kişilərdir mototsikllə gəlməyib hələ. Mototsikldir ilk dəfə siz gələnsiniz bura. Maşallah, doğrudan da halal olsun sizin komandanıza, sizə bu gücünüzə görə, bu sevginizə görə, bu mototsikl olan sevgi. Bəzi vaxt bilirsiniz, yol gedərkən bir mototsikl belə gedir, deyirəm ay Allah, bu sürətlə necə gedir, necə risk edir bu axır, bu riskli bir şeydir. Əlbəttə, əlbəttə. Amma baxıram ki, qadın olaraq da siz də buna, bu riskə və bu riskin içində də siz bunu sevdinizsə, nə xoş sizə ki bu vallahi. Siz bilirsiniz, vaxtdıqca sən artıq bilirsən ki, 100% yox, amma 95% sən sürəti mən sürəti misal üçün indi artıranda, mən bilirəm ki, 95% əminəm ki, maşınlar belə gedəcək, bu belə gedəcək. Bəli. Həmişə 5% qalır ki, mən nəsə hesablamadım, eləmədim və mən hamıya demək istirdim ki, sürət öldürür. Həmişə siz yolda sürəndə ilk dəfə tormozdan fikirləşin ki, sürətdən fikirləşin və heç vaxt çəkinməyin tormoza basasınız. 90% ölüm sürətdəndir. Bəli. Bəli, ehtiyatlı olun. Başa düşürəm həqiqətən də bu mototsikl çox kömək edir ki, hansısa bir məkana tez çatacaqsınız, amma biraz gec çatın, zato sağlam çatın həmin məkanınıza. Təhlükəsiz. Qısa suallarım da olacaq Natavan xanım. Görək necədir, nə seçim edəcəksiniz? Sürət yoxsa azadlıq? Azadlıq. Əlbəttə. Sürət az da olsa bilər, çox da olsa bilər, amma azadlıq olmasa sürətin heç mənası yoxdur. Şəhər yoxsa uzun yol? Hər yerin öz sevinci var. Şəhər mən xoşlayıram ki, hamı tıxacda durur, mən gedirəm, ondan sevinç olar. O bir köməkdir. Uzun yollarda qəşəng mənzərələr və həmişə komanda ilə çıxıb gedirik. Bilirsiniz nədər? Bir neçə ürək bir yerdə döyünəndə və ürək azadlı ürəklərdir. Yəni onlar hamı azaddır. Azadlığı sevən ürəklərdir. Bir yerdə döyünəndə bu komandada bu enerji sən alıb gedirsən, bu elə sənə sevincini qat-qat yüksəldir. Doğrudur. Bəli, bəli. Gündüz yoxsa gecə yürüyüşü? Gündüz 90% gündüz xoşlayırdım çünki hər yeri görürəm, daha təhlükəsiz. Gecə fikir versəz, yenə 90% ölümlər gecə olur. Bəli. Hətta yaxşı sürənlər, yaxşı görənlər birdən elə qəşəng kişi var idi, gözəl 10 il bundan qabaq yaxşı sürürdü. Gecə bu İpək yoluna gedirdi. 06 işıqsız çıxdı qabağına. O halda onu görmüşdüm.
harda onu görsün ki bu işığı yoxdur. Zaten Bəli. günorta olsaydı onu O görərdi görərdi, bəli, bəli. və ölüm bir yerdə qalıb. Heç yerdə keçinib. Ona görə Ona görə mən deyirəm də bu risklidir. yox, Risklidir. gecədə mən ancaq Gecə. aeroport elə işıqlı trassalarına İşıqlı, bəli. həmişə cəhd edirəm, amma yenə də günorta görmək olur. Gecə də yatmaq lazımdır. Bəli. Gündüz sürün, yorulun, axşam da istirahət eləyin. Tək sürmək yoxsa komanda ilə? Mən deyirəm, tək sürmək azadlıq deməkdir də. Sən hara gedirsən, nə sürətlə Bəli, bəli. gedirsən. Amma komandada baxmayaraq ki, hərəsin öz yeri var, hərəsin öz məsuliyyəti var. Bu bir neçə ürək, bir neçə sən gedirsən, sən həzz alırsan ki, Bəli. onlar bir törəmə kimi gedir və sən elə bil ki, sən tək deyilsən. İnsan bilirsiniz, biz hamımız sürü heyvanlarıq. Bizə sürü lazımdır. Öz sürüsünü tapsan, Yəni, mən öz sürümü maraqlı tapdım. olacaq. Ona görə mən fəxrlə, böyük fəxrlə bütün, hətta telefonda da məndə görürsüz. qoyun. Bəli, Bütün bu, motosikl. Sizin o loqotiplər. artıq həyatınızdır. Sizin Bəli, bugünkü həyatınız yalnız motosikl. qızlar mənə deyir, bu jiletdə, bizdə jiletlər var xüsusi. Bu jiletdə deyəsən bu yatır mənə danışır. Oyuna yatıb durursunuz. Baxın, o mövzuya uyğun olaraq hələ bizim sualımız var idi ki, mənim motosikl sizin üçün sadəcə nəqliyyat vasitəsidir, yoxsa həyat tərzi? Əlbəttə, həyat tərzi, Siz gündə dediyiniz sürürəm. gündəlik həyat tərzidir. Natəvan xanım, bax bu gün hansısa bir qadın sürmək istəyən, amma çox qorxur, çox risklidir, çox düşünür, amma çox istəyir bunu. Siz burdan həmin o qadınlara nə demək istəyərdiniz? Gəlsin, bizim məktəbimiz, sürücü məktəbimiz maşın bazarındadır, Badamdardadır. Gəlsin, baxsın, danışaq, hər şey müzakirə eləyək, qorxu nədəndir? Yəni sürmək istəyir sürmək səbəbidir. Qorxuluğun səbəbidir. Əgər sən artıq onu hər tərəfdən qorxursan, qorxu bizi xilas edir. Bizim ömrümüzü həmişə xilas edir. Qorxudan çəkmək olmaz. İnsan hansı ki qorxu yoxdur, o çox yaşamır. Tez gedir. Ona görə siz onu araşdırıb baxmalısınız. Bu qorxu nədəndir? Bəli. Sürətdəndir, ölümdəndir, kimsə nəsə söz gəlsən ondandır. Onu araşdırıb artıq aydın olacaq. Bəli, kökünü tapmaq lazımdır və kökdən də bu yaralanır və əgər misal üçün ürəyinizdə belə bir sevgi varsa mütləq mən deyirəm də insan gərək özünə məqsəd qoysun. Həmin məqsədə bir dənə quş qoysun ki, mən bunu artıq elədim və bacardım. Misal üçün mənim paraşutla çox böyük belə bir qorxum var, amma baxıram ki, o paraşutdan atlanan insanlara və böyük zövq alıram ki, bunlar nə cür cəsarət edib oradan atlanırlar o yüksəklikdən. İndi də mən də sizə qibtə edirəm ki, deyirəm ki, həqiqətən də sizə halal olsun ki, siz nəinki azad və tək sürürsüz və siz bu sürməklə digər qadınlara da necə güclü, necə azad, necə cəsarətli olmağı öyrədirsiniz. Buna görə də sizə öz təşəkkürümü bildirirəm. Çox maraqlı bir buraxılış oldu. Məni sizi tanımaq çox xoş oldu. Həqiqətən də sizinlə danışmaq hər bir sferada çox maraqlıdır. Çünki siz universal qadınsınız. Siz hər tərəfli qadınsınız. Sizə sağlamlıq və bu həyat tərziniz olan mototsiklda sürətiniz aşağı olsun. Zövqlə o sürəti idarə edin və hər kəsə bir nümunə olun hər zaman. Nümunə olmaq çox çətindir. Yox, çətin deyil, siz artıq nümunəsiz. Bilirsiniz, uşaqlıqda bütün analar yəni mən qızıl medalla məktəbi bitirdim və 2 qırmızı diplom var ali təhsillərdən. Bütün analar məni nümunə kimi qoyurdu öz uşaqlarının yanında. Görürsüz? Və bütün uşaqlar bir ara mənimlə heç danışmırdı. 2 il, 3 il mən tək qaldım nümunə kimi. Ondan sonra yəni 15-16 yaşında bu çox çətindir. Ondan sonra mən əlbəttə biz yenə danışdıq. Bizdə indi bir böyük qrup var WhatsApp-da.
hər yerə gediblər. Kanadadan Kitaya qədər bizim həyət uşaqlar, həyətdəki uşaqlar, onlar Hamısı gedib. köçüblər, bəli. Hamı köçüb, hər yerdən xəbər gəlir. Yəni onlar deyirlər bizdə belə olub, bunlar deyir. Amma bu yəni mən də insanım da. Mən robot deyiləm. Ona görə deyirlər ki, qonşumuzun uşağı da. Belə də bizim dədə babamızın dədə baba qrupun Dədə baba qrupu var bizdə, punk qrup. Onların mahnı var. Qonşumuzun uşağı, qonşumuzun kimsə uşağı, yəni başqa uşağı və onlar orada bu deyirlər ki, bütün həmişə valideynlər hansı ki uşağını bizə nümunə kimi qoyurlar da mən onun yanında tüstü. Elə qəşəng sözləri var orada. Qəşəng bir satira. Mənim ən sevimli Azərbaycan qrupudur, Dədə Baba qrupu. Və onlar istəmirəm ki, insan nümunə kimi olsun. Mən istəyirəm ki, bilirsiniz, mənim hansısa ki əlamətim var ki, mənə kömək eləyib bu yolu gedim. Bəlkə insanlarda bu kimi yox, başqa cür əlamətlər var ki, başqa yolu. Yəni hərəsi öz heç kəsə baxmasın. Hərəsi özünə öz arzular qoysun. Qonşu kimi olmaq yox, özün kimi olmaq. Bəli, düzdür. Mən sizlə tam razıyam. İnsan özün kimi olmalıdır və hətta siz düzgün vurğuladınız ki, hər insan elə bir ki Allah Taala hər kəsi bir cür yaradıb və deyir ki, olduğun kimi görün, göründüyün kimi də ol hər zaman. Mən əlbəttə ki, sizin bu Queens Akademiyasına təşəkkürümü bildirirəm. Hər zaman güclü olun, gözəl qadınlar və komandanıza öz təşəkkürümü bildirmək istəyirəm. Evelyn Mustafa xanım prezidentinizə ki, bu layihəni, bu komandanı ərsəyə gətirib və xanımlardan ibarət olan bir komanda yığıb. Təsisçi Sabir Babayeva öz təşəkkürümü bildirirəm. Hər zaman güclü olun. Yollarınız işıqlı olsun, açıq olsun. Təşəkkür edirəm gəldiyiniz üçün. Minnətdaram sizə. Sizdə də mən çox böyük arzular arzulayıram. Çox böyük naililərə çatarsınız. Çox minnətdaram. Bugünlük bu qədər. Hər zaman cəsarətli olun və uğurlar arzu edirəm hər kəsə. Sağ olun.